569 sayılı marşrut avtobusunun fəaliyyəti niyə sərnişinləri qane etmir? İnsanlar nədən narazıdırlar? Əhali çox olsa da avtobuslar da çox kiçikdir. Biraz böyük ölçüdə avtobus olsa yaxşı olar. Balıq bazarında bahalaşma müşahidə olunur. Qiymət artımını satıcılar nə ilə izah edirlər? Dənizdən çaya qalxa bilmir balıq. O səbəbdən də balıqlar çox bahadır. Su hövzələrində nəzarətsizlik nəyə səbəb ola bilər? Nəzarət olunmasa balığın qiyməti çox baha olacaq. Günü-gündən artan reabilitasiya mərkəzlərinin fəaliyyəti qanunidirmi? Lisenziyanı təqdim edən orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyidir. Bu mərkəzlərdə çalışan insanlar nə dərəcədə peşəkardılar? Tibb fəaliyyəti ilə məşğuldurlarsa, bu zaman mütləq qaydada lisenziyaya müraciət etməlidirlər. Onlar üçün qış da yay kimidir. Biz qışa öyrəşmişik. Qış bizə xüsusi belə zövq verir üzmək. Soyuq havada dənizə girəndə insan bədənində nə baş verir? 5 dəqiqə mən həmişə qalıram suda. Amma artıq adama ziyan gətirə bilər. Çoxlu pulunuz olsaydı nə alardınız? Yaxşı gedib istirahət eləyərdim. Maddi vəziyyəti xeyli aşağı olan insanlara kömək eləyərdim.